Düşünün, bir əskər sərhəddə öz itini qovalayır və bu hadisə iki ölkə arasında müharibəyə səbəb olur. Nə qədər absurd səslənsə də bu bir tarixi faktdır. 1925-ci il. Yunanistan və Bolqarıstan arasında gərginlik yüksəkdir. Amma müharibəni bir güllə yox, bir it başlatdı. Buna avara it müharibəsi deyilir. Bir Yunan əskəri sərhəd postunda dayanarkən iti qaçmağa başladı. İt Bolqarıstan ərazisinə doğru qaçdı. Əskər də qaydalara məhəl qoymayaraq itinin arxasınca sərhədi keçdi. Bolqar sərhədçilər sərhədi pozan Yunan əskərini gördülər və ona atəş açaraq onu öldürdülər. Yunan tərəfi cavab atəşi açdı. Hadisələr sürətlə böyüdü. Yunanistan hökuməti qəzəbləndi və intiqam tələb etdi. Bir neçə gün ərzində Yunanistan ordusu Bolqarıstana soxuldu. Sərhəd kəndləri işğal etdi və əsl müharibə başladı. Onlarla insan öldü. Nəhayət, Millətlər Cəmiyyəti, yəni BMT-nin ilkin versiyası təcili müdaxilə etdi. Onlar Yunanistanı dərhal geri çəkilməyə məcbur etdilər və Bolqarıstana təzminat ödəməyə məhkum etdilər. Bütün bunlar bir itə görə baş vermişdi. Əziz dostlar, belə maraqlı faktları izləmək istəyirsinizsə kanalımıza abunə olun, növbəti videoları isə qaçırmayın. Bundan əlavə öz fikir və düşüncələrinizi şərh bölməsində də bizimlə bölüşməyi unutmayın. Sağ olun və salamat qalın. Növbəti videoda görüşənədək.